Səfər Əbiyev sistemdən kənara atılanda Müdafiə Naziri vəzifəsinə ən real namizəd kimi Elçin Quliyevin adı müzakirə edilib və hətta hansısa dəhlizlərdə qərar da qəbul edilib. Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə isə gətirilməli imiş əslən Naxçıvandan olan başqa bir general Məhəmməd Abbasquliyev. Sərhəd Xidmətinin orta rangına daxil olan zabitlər bildirirlər ki, həmin ərəfədə general Məhəmməd Abbasquliyevi hətta təbrik edirdilər yeni vəzifə münasibəti ilə və kabinetin qapısı təbrik növbəsi gözləyənlər üçün açıq elan edilibmiş. Yaman dillərə qotur düşsün, hətta deyilənə görə bu məqsədlə Məhəmməd Abbasquliyevdən ən azı xeyli sayda milyon manat da şirinlik alınıbmış. Lap son anda nələr baş veribsə, Abbasquliyevin milyonları batıb, Müdafiə Naziri vəzifəsinə Zakir Həsənov gətirildiyinə görə Elçin Quliyev yerində qalır, aranı sakitləşdirmək üçün də milyonları batırılmış, mənimsənilmiş, özü isə bu qədər ağır itkiyə dözə bilmədən bu dünyaya lənət deyib, infarktla o biri dünyaya keçən Məhəmməd Abbasquliyevin qardaşına Dövlət Sərhəd Xidmətinin gəmi təmiri zavodunu verirlər ki, götürün, Allah bərəkət versin, sistemin ən gəlirli obyektlərindən biri budur. Məhəmməd Abbasquliyevin isə ürəyi dözmədi bu qədər itkiyə, dediyim kimi infarktdan vəfat etdi və dəfn mərasimində də qəribə bir kuryoz yaşandı. General Məhəmməd Abbasquliyevin həyat yoldaşı Elçin Quliyevin üzərinə şığıyıb, bütün bunlar sənin işləklərindir deyərək haray salmaq istəyib, amma yaxınları dərhal onu sustura biliblər ki, amanın günüdür, səsini kəs, nəslimizi kəsərlər.